Faik Hacıyev qaydanı pozur. Top Qarabağ futbolçularında oyun devam edir. Kadizə verəni bayağını tutur. Abdullah Subir cəlmə meydançasında. Ara ötürməsi qapı qarşıda. Zərbə! Mükəmməl zərbə və gol! Nəriman Axundzadə! İti bucaqda. Necə bir zərbə! Mükəmməl gol! Qarabağ önə keçir. Baxımlı golla Nəriman Axundzadə iti bucaqdan fantastik zərbə indirdi. Top hardan keçdi, necə keçdi? Bunu yalnız Nəriman bilir. Möhtəşəm zərbə vurdu. Zübirin ötürməsi və Nərimanın qolu. İzini təkrarı. O iti bucaq topu tilin altına vurur. İti bucaqdan Nəriman Axundzadə. 2-1. Alex Souza'nın qolundan çox keçmədən Nəriman Axundzadə yenidən